Deməli, yemək yeyirəm. Birdən-birə gördüm ki, ağzımı açıb yuma bilmirəm. Bütün yaradır buralarım. İndi öyrənirəm ki, mən yatanda, bu xəstəliyimdən sonra olub bu, yatanda dişlərim o qədər qıcıyıram ki, yuxudan duranda yemək yeyə bilmirəm. Bilmirəm bunun üçün hansı həkimə getməliyəm mən. Amma yadımdadır ki, illər öncə, çox uzun illər öncə məndə belə bir şey var idi. Sonra çıxdı getdi məndə. Məndən çıxdı getdi. Amma hansısa 3-4 gündür, 4-5 gündür, harasa 4-5 gün təzədən başlayıb əsəbin ağzıma çörək qoya bilmirəm. Aça bilmirəm ağzımı, çeynəyə bilmirəm. Bütün buradan belə əsasən buralarım elə biləm yaradır, ağrıdır. Onun üçün ümumiyyətcə mən hansı həkimə getməliyəm? Əvvəl mən getmişdim, yadımda deyil prosta. Uzun illər öncə. Hansı həkimə getməliyəm mən onun üçün? Çünki yemək yeyə bilmirəm, ağrıdır. Dişim ağrımır. İmlə əzələmi desəm burada, sümüyümü desəm, nə desəm burada yəqin ki o dişimi gecə yatanda o bir-birinə sıxıram, qıcıyıram. Ondan dolayı ağrıdır məndə. Deməli, indi Nardarandakı sığınacaqdayıq. Bilirsiniz, burada da bizim 100-ə yaxın pişiyimiz var. 20-yə yaxında itimiz var. İndi pişiklər üçün bir otaqda olan pişiklər üçün burada ayrı-ayrı otaqlardadır pişiklər. Balalar ayrıdır, xəstələr ayrıdır, sağlamlar ayrıdır və s. belə axır. Yəni 5 otaqda 5-də də ayrı-ayrı pişiklərdir. İndi onlar üçün yemək hazırlayıram. İndi onu göstərəcəm. Deməli, bunların yeməyi nədir? Bu xəstələr üçün hazırlanan yeməkdir. Yaş yeməklərdir. İçində qan artırıcı dərmandır, balıq yağıdır və probiotiklərdir. Bu formada hazırlayıram, blenderdan keçirdirəm. Həm belə su balansını qorumuş olurlar, həm də lazımı dərmanları içmiş olurlar. Bu formada qablarına doldururam. Gəl saxla. Yəni bunu sırf xəstələr üçün hazırlayıram ki, birisi çox pişik olan yerdə dərmanları ayrı-ayrı vermək mümkünsüzə bərabərdir. Çox çətin olur. Ona görə düzdür, o ayrı-ayrı müalicə alanlar olandan o başqa. O belə ümumi bu formada hazırlayıram və bunu hər gün eləməliyəm. Yəni bir sığınacaq varsa, əgər siz bir sığınacaq işlədirsinizsə, hər gün sizin, daha doğrusu gününüzün çoxsu məhz heyvanların yeməyinə, təmizliyinə bu şeylərə gedir, baxımına gedir. Yəni düşünməyin ki, bir dəfə yemək verdim, bitdi, getdi. Yox, elə şey yoxdur. Günün çoxsu, hətta bəzən gün yetmir belə. Bəzən hətta gün yetmir. Qapları verməlisən. İndi bundan yenə hazırlayacağım. Niyə? Çünki o biri... Əslində mən biraz geç çəkdim videonu. O digər təzə gətirdiyim, o biri sığınacaqdan gətirdiyim pişiklər var, bilirsiniz. 8 dənə pişik. Onlar üçün hazırlamışdım. Prosta onu da çəkmədim. Çəkmək sonradan ağlıma gəldi deyə sonradan çəkdim. Əslində yəni bayaqdan sırf bunların yeməyi ilə əlləşəm. Çünki bir-bir blenderdan keçir, dərmanların qat içinə, əlavə dərman ikizlikləri var içlərində. Bu belə, indi bunları yerləşdirin. Sən bu qədəri bəsdir. Deməli, bu obuşdur, hansı ki yadınızdadırsa, bunun hər iki ayağı yoxdur bu pişiyin. Tamamilə dibdən kəsilib götürülüb. Bu Afinadır, mənim şikəst qızım. Obuşu biz o vaxt küçədən tapanda maşın vurmuşdu, günlərlə küçədə qalmışdı, çürümüşdü sümüyünə qədər, qurd basmışdı ayaqların. Biz obuşu 2 dəfə əməliyyat elətdirdik, əməliyyat yerlərindən belə qurdlar çıxırdı. Çox əziyyət verdi mənə obuş, həddən çox əziyyət verdi, amma maşallah indi hər iki ayağı olmasa da xoşbəxtdir, rahatdır, sağlamdır. Obuşun ilk tapdığım halı necə idi, necə oldu, əməliyyat oldu, bütün prosesi
paylaşmaq istəyərdim. Sadəcə YouTube-da bilirsiniz, icazə vermir YouTube elə şeylər paylaşmağa. Ona görə mən onun Instagramdakı olan videosunun linkini açıqlama qisminə qoyacağam. O linkdən girib o bu şu ilk tapdığımız gün necə idi, nə cür şeylərdən keçdi izləyə bilərsiniz. Bu yalnız bu otaqdakı pişiklərdir, göstərirəm sizə. Müalicə alanlar hansılar ki, bu otaqdakı pişiklərdir. Gördüm. Bu bizim quyruqsuz qızımız. Karamelli, quyruğu yoxdur, dibdən çürüyüb düşüb quyruğu və s. və ilaxır. Yəni göstərdim sizə bacardığım qədər. Qalanlarını da çəkib sizə göstərəcəm. Bunu itlər üçün hazırlayırıq. Əlavə quru korb da tökəcəyik içinə. Bunda yumurta vurduğumda doğradım, amma hansı ki hamilədir, toysin. Təzə balaları olub, indi onun üçün bunu ayrı hazırlayıram. Yumurta, makaron, çörək, bir də korum qarışığı. Deməli, Zabrata sığınacağa getmək istəyirdim. Sadəcə halım pisləşdi. Bilmirəm niyə, əlim ayağım əsməyə başladı, titrəməyə başladı. İndi yatacağım. Dərman içdim. 1 saat yatım. Belə. Heç cür tam toparlana bilmirəm, heç cür tam şey eləyə bilmirəm, özümə gələ bilmirəm. Qulağımda çox qəribə səslər var, uğultular var, qaşıntı var qulağımda, boğazımda. Sonra biraz stres keçirdən kimi mədəmdən yuxarı sanki bıçaq salırlarmış kimi hiss eləyirəm. Həddən çox tez-tez ürəyim döyünür. Belə təngi nəfəs oluram, hələ ki belə. Hələ ki gün bitməyib, indi 1 saat yatım durum, görüm gün içində gün sonuna qədər özüm necə hiss eləyirəm. Davamını çəkməyə çalışacağım. Sığınacağımıza hədiyyə gətiriblər. Öz-özünü təmizləyən tualet Petkit firmasının 600 manatdır bu. Öz-özünü təmizləyir, sensorlandır. Belə sensordan öz-özünü təmizləyir. Bizdə var, almışdıq 1000 neçə manatı böyük. O başqa, bu başqa. Deyilənə görə bu daha udobludur. Yəni, alıb gətirən adam elə deyir. Bu onun qumları, bir də kardonudur, nə etsə içidir. Bu da 100 neçə manatdır. 4 dənə. Bunun adi qum getmir də, silikon gedir. Bir də belə bir kardon var. Bunlar amma almaq lazımdır. Əlavə olaraq. Bir müddət bitir, təzədən alırsan. 100 neçə manatdır, elə budur 4 dənəsi. Bu da 200 neçə manatdır. Ağıllı yemək qabı, uzaqdan idarə olunan yemək qabı, kameralı falan, sensorlu falan. Belə, yəni bugün sığınacağımıza gələn hədiyyə budur. Toplam hardasa 1000 manatdan daha yuxarıdır bunların qiyməti. Prosta mən ola bilsin biraz aşağı dedim, yəni təxmini yadımda qalan qiymətləri dedim. Mən hədiyyələri, sığınacağa gələn hədiyyələri açanda ağırdılar bir də. Özüm açmağa çalışdım, sadəcə gördüm çox ağırdı. Aça bilmədim. Açıb necə istifadə olunur, onu da sizə göstərəcəm mütləq. Davamını çəkəcəm. Bizim şanslı günümüzdür. Niyə? Çünki bizə hələ itlər içində bir kisə yemək göndəriblər. Sizin üçün yemək göndəriblər. Gedək götürək. Zoomağazdan birbaşa bizə ünvana çatdırılma ilə göndəriblər. Sağ olsun xanım. İndi mən də qarşılamağa gedirəm. Məsələ də ondadır ki, mənə ağır qaldırmaq olmaz. Mən də burada təkəm. Problem bax ondadır. Mən onu qaldıracam qaldırmağına, amma sonra başlayacağım ulamağa, zırıllamağa. Niyə? Çünki ağır şey qaldıran kimi məndə pristuplar tutur. İndi görüm sürücü icazə versə çəkəcəm. Haradadır bu? Başa düşdü. Hələ bir sual verir ki, ora gəlim. Nə bilim valla. İndi deyəcəm bura gətirsin, çünki mən qapıya qədər gətirsin ki, mən oradan ora onu qaldıra bilmərəm. Maksimum qoyaram qapının ağzından, dostum gələndə o gətirər içəri. Bura gətirsin ki. Salam.
Arxadadır. Bagaj açılmaq. Kisə deyil. Çəkinəndir belə. Bu kisəni prosta çəki formasında yəqin ki göndəriblər. İndi biz bunları daşıyaq. Sizin ödənişiniz olunub? Bax, sağlıq əldən gedəndə nəticəsi bax belə olur. Bəli? Yo, sən çox ağır qaldıra bilmirəm. Çox sağ olun. Yo, narahat olmayın. Çox sağ olun, var olun. Ürəyinizə sağlıq. Təşəkkür edirəm. Deməli, yeməklərimiz gəldi, çıxdı. Sağ olsunlar, yenə də hissəyə bölüblər. Bir qaldıraram. Hardan gəlib? Yo, itlər var həyətdə. 15 də it var. Sağ olun. Deməli, National Geography bu mağazadan göndərib. Yeməyin olduğunu bilmirəm. Amma it yeməyi olduğunu 100% bilirəm. İndi heç nə bir içəri daşıyaq. İtlərimiz imkan versə. Görək. Bunu belə qaldırdım. Mənə ucu ağır gəlməyə başladı. Salam. Hələ gəlin bunu açın verim sizə görüm nə yeməkdir bu. Gəlin görüm. Gəlin. Mənim ayağıma baxdı. Corab yoxdur ayağımda. Sonradan xəstəyəm. Xəstə ayağını isti saxlayar. Yox, əslində corab var idi ayağımda. Prosta uzanmışdım. Deyə sıxdı məni, ona görə çıxartdım. Bir dəqiqə. Görə bu yeməyi bircə səni videonu saxlayayım. Bunu açım, davam edəcəm. Bir söz deyim ki, bunun dənələri niyə bu qədər balacadır? Elə bir pişik yeməyidir. Bircə saniyə. Bu nə yeməyidir ki belə? Yox, mən belə video çəkə-çəkə necə səbirsinə gözlər. Əslində yeyiblər. No yenə də. Ay can. Can gülümsər. Can. Gözlə. Ey. Bir dəqiqə. Prosta bir dənəsini açdım. Ki görüm necə yeyəcəklər. Yeyirlər. Təbii ki imkan vermədilər qablara doldurum. Qalanını belə tökdüm. Yox, o qədər sevmədilər. Yox, elə də sevmədilər. Yox, sevmədilər. Orada qaba tökmüşəm. Yox, bunlar sevmədi bu yeməyi. Nədirsə, hər nə yeməkdirsə sevmədilər. Yenə də göndərən insan çox sağ olsun, var olsun. Ona görə mən həmişə deyirəm ki, belə pis çıxmasın, amma deyim. Bizə yemək göndərəndə mütləq biz hansı yeməklərdən istifadə edirik, onu soruşun. Yəni, gördüyünüz kimi yemədilər. 2-3 dənəsi yedi. Yəni, ona görə heyfdir də o yemək. Əgər bunlar üçün alırıqsa, mütləq ki, bunların yediyini nəzərə almaq lazımdır. Deməli, belə pis çıxmasın, naşükürlük kimi çıxmasın. Buradan elə fikirləşərsiniz ki, akşin naşükürlük edir. Əsla və əsla. Əsla və əsla. Sadəcə həqiqətən yemədilər. Videodan sonra da digər bölümündə, bilirsiniz, kilo-kiloydu. Açdım, qoydum qablara. Heç üzünə baxan olmadı yeməklərin. Göndərən insana bir də satıcıya yazdım ki, yeməyin markası nədir, niyə görə yemədilər bunlar. İndi geri dönüş gözləyirəm. Sizlə də paylaşacağam. Deməli, bilirsiniz, mən xəstəliyimdən dolayı yuxusuzluqdan əziyyət çəkirdim. Hətta mən tam 4 gün yata bilməmişdim. Əlavə olaraq əzələ ağrılarından. O qollarda, barmaqlarda, ayaqlarda, qıçımda bədənim tamamilə ağrıyırdı. Sanki bilənlər bilir revmatizma ağrıları, onun kimi bir ağrılar vardı beldən aşağı hissəmdə. Qollarımda isə sanki döyüblərmiş kimi məni yara-yara, əlimi vura bilmirdim bədənimə. Çünki göynüyürdü, yandırırdı. Sanki döyüblər, əzilmiş yerə toxunuram. O hissi çoxumuz bilirik. Deməli, məni bu vəziyyətdən nə çıxardı? Bunu yəqin ki çox eşitmişsiniz, amma mən yaşayan bir insan kimi, başına gələn bir insan kimi danışıram. Mən bu məhsulu satmıram, reklam eləmirəm. Sadəcə yaşayan bir insan kimi, praktikadan keçirdən bir insan kimi deyirəm. Magnezium kömək elədi mənə. Sözün əsl mənasında atdığım ilk gündən kömək elədi. Magnezium həm yuxusuzluq, mənim vəziyyətimdən gedir söhbət. Mənim vəziyyətimdə yuxusuzluq, gərginlik, əsəb stres plus əzələ ağrıları var idi.
revmatizm ağrılarına bənzər əzələ ağrıları vardı. Mənə kömək elədi maqnezium. Təbii ki, həkim məsləhəti ilə mən içdim. Həkimimlə məsləhətləşəndə həkimim bunu mənə gördü. Çünki o ağrıları ağrı kəsicilər belə kömək eləmirdi. Deməli, mənə tövsiyə olundu maqneziumun 2 forması həkim tərəfindən. Deməli, birinci maqnezium bizdə deməli maqnezium sitratdır. Maqnezium sitrat dediyimiz versiyası. İkinci maqnezium isə maqnezium bisglisinat. Maqnezium bisglisinat. Normalda maqnezium glisinat deyirlər buna. Maqnezium glisinat və maqnezium sitrat. Məsələ nədədir? Mütləq bura diqqətlə qulaq asın. Əgər mədəvizdə hər hansı bir problem varsa, həzm sistemimizdə problem varsa, mənim vəziyyətimdə, biz bu halda içirik maqnezium glisinat. Əgər mədəmizdə hər hansı bir problem varsa, biz maqnezium glisinat içirik. Glisinat. Yox, əgər mədəmizdə heç bir problem yoxdursa, o zaman içirik maqnezium sitrat. İndi mən sizə izah eləyəcəm. Birincisi, maqnezium glisinatın dozası azdır. 160 milliqramdır. Yəni hər kapsulda 160 milliqram maqnezium glisinat var. Yatmazdan 1 saat öncə içirik. Bol su ilə içirik və yatırıq. 1 saat sonra yatırıq. İnanın ki, inanın Allaha, o qədər gözəl qəbul elədiyiniz ilk gündən o qədər gözəl təsir eləyir. O qədər gözəl təsir eləyir. O ayağı bilmirsən hara qoyasan, ora fırlanırsan, bura fırlanırsan, qatdalayırsan, açırsan, yuxudan oyanırsan o ağrılardan. Yox, yox. Sanki elə bir şey olmayıb. O deyir, təzə doğulmuş uşaq kimi yatırsan. Bax, sözün əsl mənasında bu həqiqətən onu verir sizə. Sizi təzə doğulmuş uşaq kimi yatızdırır. Nə deyirdim? Həqiqətən insanı təzə doğulmuş uşaq kimi yatızdırır. Əgər mədəvizdə problem varsa, yəni həzm sistemimizdə problem varsa, sizə ağırlıq eləməsin deyə maqnezium glisinat içirsiniz. Yox, əgər daş kimi mədəviz varsa, o bir misal var, mala gəlincə canıma gəlsin deyib mədəviz varsa, elə bir dözümlü mədəviz varsa, rahatlıqla maqnezium sitrat içirsiniz. Həssas mədəviz yoxsa, problemli mədəviz yoxsa, misal üçün yazva, səpki, qastrit, mastrit, belə problemləriniz yoxdursa, mədə-altı vəzli iltihabı falan mütləq, yəni qısaca həzm sistemində heç bir problemimiz yoxdursa, əgər bağırsağınızda, mədəvinizdə maqnezium sitratı könül rahatlıqla içirsiniz. Rahat da belə əlinizi başınızın dibinə qoyub yatırsınız. Amma yatmamışdan 1 saat qabaq. Burada önəmli bir nüans var. Önəmli nüans nədir? Ürəyində aritmiya olan insanlar bu preparatı içmədən öncə mütləq ki, kardioloqla məsləhətləşməlidir. Orada bəlli bir qan analizləri vermək lazımdır. Və yaxud da böyrək problemi olanlar. Hansılar ki, böyrək problemi var, lakin xəbəri yoxdur. Nə ağrıları var, nə simptomları var, nə bir şey, sadəcə böyrək problemi var. Çünki bildiyimiz kimi, təkcə maqneziuma aid deyil bu, əksər dərmanlar böyrəkdən süzüldüyü üçün böyrəyə artıq yük verə bilər. Mütləq ki, həkiminizlə məsləhətləşin. Bu sözdür, standart sözdür, lakin yerində sözdür. Mütləq, misal üçün, mən bilirdim maqneziumun faydalarını, yəni onunla belə mən öz başıma maqnezium içmədim. Mütləq həkimimlə məsləhətləşdim, ondan qabaq mən qan analizləri vermişdim və s. belə axır. No, yenə də. Bir də gündəlik dozanı aşmamaq şərti ilə. Maksimal doza maqnezium glisinatda 160 milliqramdır. Bu ideal dozadır, günlük doza. Bir də maqnezium sitratda isə günlük dozu 200 mg-dir. Yəni 200 milliqramdır. Bir tabletkada 200 milliqram var, yəni bir tabletka. Bir də maqneziumu yaxşı, əsas effektini almaq üçün hər gün eyni saatda içilsə yaxşı. Necə antibiotik vurduranda hər gün eyni saatda vurdururuq. Maqnezium da eyni qaydada. Hər gün yatmamışdan qabaq 1 saat qabaq tutalım ki, yatacaqsınız saat 12-də, için 11-də. Hər gün eyni saatda. Və həqiqətən çox gözəl effektini görəcəksiniz. Bunu içib qəbul eləyib, əgər mənim saydığım simptomlar varsa, içib qəbul eləyib insanlar mənə çox təşəkkür eləyəcək. Yəni maqnezium təkcə ağrılar üçün deyil. Qoyun bunu da sizə deyim mən. Maqnezium ürək ritm pozğunluğu, əzələ ağrıları,
yəni əsas şeyləri deyirəm mən sizə. Yuxusuzluq, gərginlik. Gərginlik bilirsiniz nədir? Məsəl üçün mən xəstəlik dövründə, ağır müalicə dövründə mənə yazılan dərmanlardan dolayı, vurulan damardaxili ağır dərmanlardan dolayı plus çəkdiyim pristuplardan dolayı məndə çox güclü gərginlik var idi. Gərginlik bilirsiniz nədir? Hər şeyə əsəbləşirdim, adi mənə toxunuş elə bilirdim. Hətta araya salım bunu deyim. Mənə hətta həkim ağır kəsici təyin eləyəndə pristuplarımdan dolayı mən deyəndə ki, həkimə niyə ağrı kəsicilər, hətta morfin kimi güclü ağrı kəsici mənə niyə təsir eləmir? Çünki həkim mənə dedi ki, səndə bu dəqiqə bədəndə o qədər gərginlik var ki, əzələdə o qədər gərginlik var ki, təəssüf ki, istifadə olunan dərmanlar lazımı qədər sovrula bilmir bədənə. Misal üçün tutalım ki, mənə vurulursa 5 milli ağrı kəsici, mənim yaşıma görə, çəkimə görə 5 milli ağrı kəsici mənə tamı-tamına hamısı vurulmalıdır ki, məni ağrılarımı dayandırsın. Mənə uyğun doza budur. Amma əzələ gərginliyindən dolayı o 5 millidən cəmisi 1 millisi gedib lazım olan yerə çatır. Başa düşürsünüz? Yəni 4 dəfə aşağı. Lazım olan dozadan 4 dəfə aşağı. Təbii ki, mənə götürüb psixoloq düşüncəsi ilə 2 dəfə çox vurmaq da olmaz. O artıq pridoz olar. O da düz bir şeydir. Nəsə oraları çox bilməyəcəm. Yəni siz mən demək istədiyimi başa düşdünüz. Yəni qısaca desək, mən maqneziumu sizə şiddətlə tövsiyə edirəm, amma altından xətt çəkib deyirəm ki, mütləq ki, özünüzdə nədənsə şübhələnirsinizsə, misal üçün ürək artemiya problemi və yaxud da böyrək problemindən şübhələnirsinizsə, çox xırda cüzi belə şübhəniz varsa, mütləq ki, heç olmasa cərrahla, heç olmasa can həkimi dediyimiz həkimlə heç olmasa məsləhətləşin, heç olmasa minimum bu həkimlə məsləhətləşin. Lap yeri gələrsə, lazım gələrsə, qanınızda olan maqneziumu falan miqdarını yoxlatdırın. Amma inanın ki, peşman olmarsınız. Bunu başından keçən bir insan kimi deyirəm. O ağrıları yaşayan bir insan kimi deyirəm. Təsəvvürün mənim ayağıma o bilirsiniz, o narujni xarici mazlar falan var. Vururuq ki, sakitləşsin, əzələ ağrılarını falan götürsün. Ketanal kimi ağrı kəsicilər o ağrıları sakitləşdirmirdi. Maqneziumu içdiyim ilk gecə mən rahat yatdım. Və o gecədən etibarən mən maqnezium içirəm və hər gecə də rahat yatıram. Başa düşürsünüz bu nə deməkdir? Qıraqdan eşidən insan üçün, bu maqneziumla anlaşı olmayan insan üçün biraz necə deyirlər, sverhissiyasındır. Yəni qeyri-təbii kimi gələ bilər bu sözlərim ki, çox şişirdirəm, amma inanın ki, yox. Qısası, maqneziumun bir özəlliyində istədiyim, maqnezium təkcə yenə bayaq saydıqlarımdan əlavə təzyiq üçün də çox xeyirdir. Lakin baxır sizin içdiyiniz nəyə görə içdiyinizə. Mən burada sizə yalnız 3 şey üçün məsləhət görürəm maqneziumu. Bir, əzələ ağrıları, o şiddətli revmatizm ağrılarına bənzər ayaqları, hansı ki, gecə yatanda bilmirsən ayağını hara qoyasan, o ağrılar insana o qədər əsəb verir ki, yuxuya gedə bilmirsən. Yatdın da doyunca rahat yuxu almış olmursan. Bir o ağrılar üçün, kürəkdə, qolda, əldə, ayaqlarda, bir o ağrılar üçün, bir yuxusuzluq üçün. Çünki mən xəstəlik dövründə o 4 gün yatmayandan sonra mən gün ərzində 3 saat yuxu yatırdım. O da necə 10 dəqiqə, 20 dəqiqə, yarım saat, bax belə. Yuxusuzluq üçün. Üçüncü isə gərginlik, sinir oyanıqlığı. Məndə yenə də deyirəm, həm pristuplardan dolayı, həm də istifadə olunan dərmanlardan, preparatlardan dolayı sinir aktivliyi var idi, gərginlik var idi. Hər şeyə dediyim kimi əsəbləşirdim, stres olurdum, az qala qarşı tərəfdəkini çeyniyəm. O dərəcədə o qarışqanı şişirdi, fil eləyirdim. O dərəcədə Allah valideynimin canını sağ eləsin, bacımın, qardaşımın və dostlarımın canını sağ eləsin ki, o ərəfədə həqiqətən mən o aşırı reaksiyalarıma dözdülər. Mən olsam dözməzdim, nə yalan deyim. Yox, dözərdim. Misal üçün, qarşımdakı insan mənim vəziyyətimdə olmuş olsaydı, dözərdim, əlbəttə dözərdim. Ələxüsusda bacım, qardaşım, yaxın dostum olmuş olsa, təbii ki, dözərdim. Anlayış göstərərdim və həqiqətən də mənim valideynlərim
daha doğrusu valideynim, dostum mənə anlayış göstərdilər. Ha, indi bunu danışmayanda fərqində deyildim. Bunu sizlə paylaşanda fərqində oldum ki, həqiqətən o aralar mən çox necə deyirlər o sözü? Çox kaprizli idim. Hər şeyə ağlayırdım, qışqırırdım, əsəbləşirdim. Mənə xoş söz deyirlər, mənim xeyrimə deyirlər. Ona da belə çox pis reaksiya bildirirdim. İnsanlıq halı. Yəni insan canı ağrıdanda, yox, əslində canı ağrıdanda deməyək. Çünki 33 yaşım var mənim. Təbii ki, mən çox ağrılar görmüşəm. Mən gözüm görə narkozsuz əməliyyat olmuşam. İnşallah gün gələr, onu da danışaram sizə. Sonra narkozda, əməliyyatdan çıxıb narkozda olduğum halda, hər şeyin bilincində olduğum halda, baş verənləri, hər şeyi hiss elədiyim halda narkozdan ayılmırdım. Ağzıma oksigen aparatı salıb, ciyərlərimə oksigenin vurulub, o ağrısını da bilirəm nə olan şeydir. Çox pis bir şeydir. Və deyə bilmirəm ki, ağrıdır. Çünki narkozun təsirindəyəm və əlimi, qolumu, ağzımı, gözümü heç nəmi hərəkət elətdirmirəm. İflic formasındayım. Amma o ağrını, o ciyərlərimki o ağrını hiss eləyirəm. Oksigeni güclə, o təzyiqlə vurulanda ağrını hiss eləyirəm. Nəysə, sözüm onda yox, yadımdan çıxdı danışdığım. Hə, yəni əslində mən sevdim bu YouTube işini. Əslində çox sevdim. Niyə? Çünki fikirlərimi sərbəst bölüşə bilirəm. Çünki o anda mən hal-hazırda özümlə danışıram. Başa düşürsünüz? Yəni özümlə danışıram deyə sərbəst, rahat danışa bilirəm hər şeyi. Təbii ki, sonradan YouTube-a yükləyirəm, sizlər baxırsınız. Amma sizlərdəki məsələ burasındadır ki, mən əminəm ki, bu videolara baxan insanlar mənim nə çatdırmaq istədiyimi başa düşürlər. Bu mənim üçün ən önəmli olan bir şeydir. Belə. Biz hardan başlamışdıq? Magneziumdan. Yenə də buradan bir daha ailəmə, həkimimə, dostuma, daha doğrusu dostlarıma qucaq dolusu salamlar deyirəm. Var olun, həqiqətən. Biraz pis oldum. Var olun. Çox sağ olun ki, həqiqətən mənim o çətin valideynlərim, ailəm, dostlarımdan gedir burada söhbət. Siz həmişə mənim yanımda olmusunuz. Əsasən də bu çətin dönəmdə yanımda olduğunuz üçün yəni bilmirəm sizə nə qədər təşəkkür edeyim. Nə yaxşı ki varsınız. Plus mənim Instagram izləyicilərim var. İçlərində kardioloq, həkim olan var, tibb bacısı olan var, travmatoloq olan var. Qalanlar düzülü saysın. Biraz bu aralar yaddaşım biraz o deyil. Hamısı günə-gün mənlə maraqlandılar. Hamısı günə-gün mənlə maraqlandılar. Həqiqətən var olun. Ümumiyyətlə bilirsiniz, sevildiyini bilmək, dəyərli olduğunu bilmək o qədər gözəl hissdir. Biz bunu bəlkə çox hiss eləmirik. Amma bəlli bir dönəmlərdə bizim yaşadığımız o bəlli bir çətin dönəmlərdə biz bunu hiss eləyirik. Allah Taala bəlkə bizi bilərəkdən daha doğrusu bu çətin dönəmlərə salır ki, biz ətrafımızda olan insanları ələkdən keçirdə bilək, analiz edə bilək. Mən belə düşünürəm. Bilmirəm nə qədər yanlışdır, nə qədər düzgündür düşüncəm. İndi buna siz qərar verərsiniz. İstəyirəm, lakin mən belə düşünürəm. Ümumiyyətcə, mən həyatda bu düşüncə ilə yaşayan insanım ki, baş verən hər şeyin mütləq bir səbəbi var. Yəni, heç nə boşu-boşuna baş vermir bu həyatda. İstər pis şeylər, istər yaxşı şeylər. Bugün bizə pis kimi görsənən, isyan etdiyimiz
niyə sualını, niyə mən sualını verdiyimiz hadisələr bəzən bizə gələcək üçün qapı açır. Məni burada tanıyan insanlar var. 10 illik, 14 illik, 20 illik tanıyan insanlar var. Onlar mənim nə demək istədiyimi çox gözəl bilir. Şəxsən özümdən danışıram burada, yəni kənara çıxmıram. Daha doğrusu başqası misal göstərmirəm, özümü göstərirəm. Onlar bilir nə demək istəyirəm mən. O bir söz var, yaşanmışlar deyə bir şey var. Keçmişimiz, yaşanmışlarımız deyə bir şey var. Bəli, bugün bu niyə mənim başıma gəldi? Niyə məhz mənim başıma gəldi? Niyə məhz mən falan filan dediyimiz şeylər əslində əgər yaxşı insansızsa, təbii ki, bax bura var, bura insanda bura. Bura o qədər vacibdir. İnanın səmimiyyətimə ki, yaxşı insan yaxşı keyfiyyətlərin hər dəfə fərqinə varmır. Fərqində olmur ki, o yaxşı insandır, yaxşı keyfiyyətlərə sahibdir. Yaşadığı həyat tərzindən dolayımı, işindən dolayımı fərqinə vara bilmir. Lakin bəlli bir dönəmlərdən insan keçəndən sonra başa düşür ki, sən əslində yaxşı insan imişsən. Sənin elədiyin, məşğul olduğun bu iş və s. və ilə axır əslində sənin yaxşı insan olmağına mane olur və Allah Taala səni o yoldan döndərir. Nəyə görə döndərir? Burada nə bir qənaətə gəlirik? Yəni o anda sən onu başa düşmürsən, amma sonra mütləq başa düşürsən. Qısaca deyəcəm, bax belə. Bu araya salın bir şey də deyim. Mənim mədə-altı vəzim işləmədiyinə görə pankreatit dediyimiz orqan, hansı ki o orqan çox vacibdir. O orqan qidanın parçalanmasında, bağırsağın işləməsində falan ən vacib orqandır. O orqan işləmədiyinə görə mən hər gün kreon içməli oluram yeməklə bərabər. Orada ferment var, 4 ferment var. Həmin ferment əslində həm o kreon nə edir? Mədə-altı vəzinin işin görür süni formada. Çünki mədə-altı vəzi həmin 4 fermenti ifraz edir və qida parçalanır, düzgün sovrulur. Misal üçün mən 2 saat neçədir? Mən 4 saat bundan öncə yemək yemişəm. Çox az miqdarda dietik yemək yemişəm və 4 saat da o yemək hələ ki mənim mədəmdə parçalanmayıb. Necə varsa elə qalıb. Məsələ nədədir? Mədə-altı vəzi işləməyəndə həmən qida mədədə qalır, parçalanmır. Başa düşürsünüz nə demək istəyirəm? Parçalanmır, sadəcə mədədə daş kimi qalır. Bilirsiniz nə hissi yaranır? O heyva yeyərsən, heyvanın o hissi var, bərk mədəyə düşən. Və yaxud da elə bilərsən boğazında nəsə qalıb. Udğunursan getmir, su içirsən getmir. Bax 4 saatdır məndə o hiss var. Başa düşdünüz? 4 saatdır məndə o hiss var. Bunu bilərək də mən dərmanımı içmədim ki, baxım görüm hansısa bir irəliləyiş var yoxsa yox. Həqiqətən də həkimim mənə deyir, mənim həkimim zaten başdan demiş ki, sən ömrünün sonuna qədər bu dərmanı içməlisən. Yəni ömrümün sonuna qədər ki yemək yeyirəm, o dərmanı içməliyəm mən. Belə. Dərmanın adı kreondur. Mən 1000 mg-lik içirəm. 1000 milliqramlıq. Yəni 1 qramlığın deyək də. 1 qramlığını içirəm. Hər yeməyə qəbulunda bir tabletka. Üzr istəyirəm, kapsul. 1 kapsul içirəm. Onun daha yüksək dozaları var. Onlar hansı ki artıq mədə-altı vəzi götürür. Pankreatit orqanı əməliyyatdan götürülən insanlar üçündür. Məndə orqan yerinə sadəcə öz işin yerinə yetirə bilmir. Niyə? Çünki 1. Orqan iltihablanıb, 2. Ətrafın limfa düyünləri sarıb. Yəni orqan öz işin yerinə yetirə bilmir. Hər tərəfdən elə bir orqanı salmısan qəfəsə, qalıb orada öz işini görə bilmir. Və yuxudan duranda ac qarına pantobrazol içməliyəm, mədə bağırsaq qoruyucu. Gün ərzində 6-7 dənə dərman içirəm. Gün ərzində 7 dənə dərman içirəm. Rahat insan ola bilmək üçün, həyat keyfiyyətimi normallaşdırmaq üçün. Düşünün. Yəni misal üçün bunu mənə bir ay öncə desəydilər, gülərdim. Yox, 7 dənə yox. Magnezium da içirəm. 8 dənə dərman içirəm.
Ha. Yəni bunu mənə bir ay öncə desəydilər, mən gülərdim. Bilirsən, başınız xarab. İnsan gün ərzində 8-dən dərman içər. İçsə də onu necə ayarlayar vaxtı, necə tənzimləyər vaxtı? Demək ki, məcbur qalanda eləyirsən. Demək ki, məcbur qalanda eləyirsən. Ona görə burada nə deyirik? Özünüzü soyuqdan qoruyun. Stressdən. Ən önəmli şey stressdən qoruyun. Qardaş, özünüzü stressdən qoruyun. Hər xırda şeyi beyninizdə şişirtməyin. İnanın, həmən problemi beyninizdə şişirtsəz də o həll olunacaq, şişirtməsəz də həll olunacaq. Mən bunu 33 yaşımda başa düşürəm. İndi dildə başa deyirəm, başa düşürəm. İndi bilmirəm, indi realda başa düşürəm yoxsa yox, amma düşünürəm ki, başa düşdüm artıq mən bunu. Başa düşdüm mən bunu. Özünüzü soyuqdan qoruyun, özünüzü pis vərdişlərdən qoruyun. Ələxsusda spirtli içkidən, spirtli içkidən qoruyun. Və özünüzü, orqanizminizi çox yükləməyin. Yağlı qidalar, şirin şeylər, duzlu şeylər, turş şeylər nə qədər də bizə dadı xoş olsa da, nə qədər də bizə maraqlı olsa da, ləzzətli gəlsə də qoruyun özünüzü. Yəni bacardığınız qədər az istifadə edin. O çox gözəl bir söz var. Mən çox sevirəm o sözü. Və mənasını indi dərinliyi başa düşürəm. Deyir, bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da. Təkrarlayıram. Bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da. Yəni, hər şey miqdarında. Hər şey miqdarında gözəldir. Və vaxtında həkimə gedin. Biz müsəlman olaraq öyrəşmişik, can verənə yaxın gedirik həkimə. Yox, əzizlərim. Vaxtında gedin həkimə. Heç olmasa hər 6 ayda bir. Ələxüsus əgər yaşınız 30-dan yuxarıdırsa. 30 yaş artıq ortalama yaş həddini 60 hesablasaq, 30 artıq bu demək ki, yaşının yarısı yaşamısan. Daha ömrünün yarısını yaşamısan deməkdir. İnanması güc olsa da, qəbul eləməsi çətin olsa da belədir. Bir insan ömrü 60 il hesablanır. 60 il olaraq götürülür. Qəbul olunur daha doğrusu. Yox. Bu ömrümün bu yarısında çox səhvlərə yol vermişəm. Ömrümün bu yarısında onu da keçək gəncliyimə, onu da keçək uşaqlığıma. Çox ciddi səhvlər eləmişəmmi? Eləmişəm. Bir çoxumuzun elədiyi kimi, bəli, eləmişəm. Mən bunu da buradan açıq-açıq etiraf edirəm. Bilmirəm, videonun bu hissəsini kəsərəm yoxsa yox. Yəqin kəsərəm, bəlkə də kəsmərəm. Çünki mən söz vermişəm ki, bütün çılpaqlığı ilə paylaşacağım hər şeyi və sizə xatir. Mənə qalsa mən kəsərəm. Sadəcə sizə söz vermişəm. Çox ciddi səhvlər eləmişəm həyatımda. İnşallah kanal böyüdükcə onlar haqqında danışaram sizə. Həyatımda aldığım qərarlar və həmən qərarların nəticələri. Yəni, uşaqlığıma mı keçsəm, gəncliyimə mi keçsəm. Yox, cahil olmamışam. Həmişə, hər zaman dünya görüşü olan savadlı insan olmuşam. Lakin belə. Heç nə əzizlərim, demişkən, canlarım. Yox, onu zarafatca deyirəm. Hər birinizə təşəkkür edirəm ki, vaxt ayırıb bu videoları izləyirsiniz. Siz bu videoları izləməklə inanın ki, bilsəz bizə necə dəstək olursunuz, təsəvvür belə edə bilmərsiniz. Ona görə sizdən təkrar hər YouTube çəkən insan kimi mən də xahiş eləmək istəyirəm ki, kanala abunə olun, əgər bəyənirsinizsə təbii ki. Kanala abunə olun, videoları mütləq ki bəyənin. Təkcə baxmaq yetərli deyil, təəssüf ki yetərli deyil. Çünki siz bəyənirsiniz, şərh bildirirsiniz, YouTube mənim kanalımın sizlərə nə qədər faydalı, maraqlı olub olmadığını başa düşür.
alqoritma başa düşür, daha doğrusu YouTube alqoritması. Ona görə çox xahiş edirəm, bəyənin videoları, şərh bildirin. Amma ürəyinizdən keçən, yalan şərh lazım deyil mənə. Süni, qeyri-səmimi şərh lazım deyil. Ürəyinizdən keçənlər təbii ki, etika daxilində etik normalara mütləq ki riayət eləyək. Bunu da deyim ki, bilməyənlər üçün də deyim, təhqir birbaşa cinayət şey hesab olunur. İnzibati xəta hesab olunur. Yəni bunu nəzərə alın. Tək mənə aid deyil bu. Yəni mənim kanalımda falan filan şərh yox. Ümumilikdə kiməsə nə varsa şərh yazmaq istəyir, təhqirdən tənqid eləyin, təhqirdən qaçının. Həm sizin insanlığınız üçün problemdir bu, özün inkişaf üçün problemdir. Həm sizin ruhunuz üçün problemdir. Plus bu nəyə lazımdır oturduğunuz yerə xərcə düşəsiniz. Qarşı tərəf çox əgər təhqir olunası bir tipdirsə, bunu tənqidlə çalışın deyin. Mən elə eləyirəm. Düz mən o qədər tənqidlə işim yoxdur. Əgər çox qıcıqlandırırsa məni, bəli tənqidlə mədəni formada başa düşür mən nə demək istədiyimi. Belə. Harda qalmışdıq? Çox sağ olun, var olun ki, vaxtınızı ayırdınız, baxdınız. Bəyənin, abunə olun, şərh yazın və orada yuxarıda bildirimləri açın. Hər birimizə uğurlar. Çox sağ olun. Unutmamışkən bunu da deyim, videonun başında bilirsiniz, bizə itlər üçün yemək göndərmişdilər. Sadəcə mənə deməmişdilər ki, itlər üçün yeməyin yanında pişik üçün də yemək göndəririk. Başdan xatırlayırsan, mən dedim, niyə bu qədər balacadır bu yemək, itlər üçün göndərilən yemək? Akazvıçka, mən o itlərə verdiyim hansı ki, yemədikləri yemək pişik üçün olan Royal Canin yeməyidir. Royal Canin də bilirsiniz ki, hal-hazırda bazarda ən bahalı yeməklər sırasındadır. Mənim diqqətsizliyim, mənim səhvim yox. Niyə mənim səhvim? Əslində ən azından xəbərdar eləməlidirlər. Çünki mən it yeməyi gözləyirdim və göndərən tərəfə yazdım, mənə cavab vermədi. Yəni əziz dostlar, mən itlərə pişik üçün yemək vermişəm. Bu səbəbdən yeməyiblər. Belə. Dedim ki, mütləq ki, deyim sizə bilin. Bunu da deyim ki, bizə gələn, sığınacağa gələn bilirsiniz, o hədiyyələri açmalıydım. Lakin tək başına aça bilmədim deyə artıq gələn videoda. O həmən hədiyyələri gələn videoda açacağım. Mütləq izləyin, onda görəcəksiniz. İnanın özümə də çox maraqlıdır nəyi necə işlədiyinə. Çünki onun proqramı telefonda qurulmalıdır və s. belə. Axır onlar da biraz uzun məsələlərdir, baş yoran məsələlərdir. Fiziki güc tələb edən məsələlərdir. Hal-hazırda mən onu eləyə bilmirəm. Dostum gələcək, o eləyəcək. Bu qədər.